Liv Bonadea Hospitalının uzman həkim fizioterapevti Samir Cəlilov onurğanın bel nahiyəsindəki ağrılarda kollagen tibbi vasitələrinin tətbiqi və effektivliyi mövzusunda çıxışı ilə bu videoda bel ağrılarının yaygın səbəblərini, biomexanik dəyişiklikləri və funksional bərpa yollarını əhatə edib. İnteqrativ müalicə modelində inyeksiyon kollagen tibbi vasitələrinin istifadəsi, hərəkət aparatını dəstəkləyici təsirləri müzakirə olunub. Kollagen preparatlarının hamımızın məlumatı var və bunların istifadəsi ilə bağlı müəyyən müddətdir istifadə edilir. Ancaq inyeksiyon forma və yaxud da başqa formalarda istifadəsi ilə bağlı da bir araşdırmağa özüm üçün də bir fürsət oldu əslində və ona görə düşünürəm ki, yəni bu fikirləri sizlə paylaşsam, yəni bel bölgəsində tədavidə kollagenin müəyyən qədər istifadəsi haqqında düşüncə və yaxud da fikirlər yarana bilər. Bel problemləri dünyada bilirik ki, ən çox rast gəlinən sağlamlıq problemidir. İş qabiliyyətinin azalmasına səbəb olur, həyat keyfiyyətimizin azalmasına səbəb olur və kollagen də yenə qığırdaq və bağ toxumalarında disklərin əsas struktur zülalıdır. Bel ağrıları daha çox son zamanlar müraciət edən pasientlərdən də görürük, daha çox ofis işçiləri və yaşlı insanlarda 80%-ə qədər, ofis işçilərində 60%-ə qədər bel ağrılarından şikayətlər bizə qarşımıza çıxa bilir və Dünya Səhiyyə Təşkilatının da yenə eyni şəkildə, yəni məlumatlarına görə, yəni alınmış bir qrafikdir. Bel ağrısının həkimə müraciətdə, ümumi həkimlərə müraciətdə bel ağrısı şikayəti 2-ci yerdə, yataraq müalicə olunan xəstəliklərdə 5-ci yerdə və cərrahi müalicə olunan xəstəliklər arasında isə 3-cü yerdədir. Bizə bel ağrıları kəskin, yarım kəskin və xronik devirdə müraciət edə bilir. Biz həkim fizioterapevtlər olaraq tabii ki, müraciət edən xəstələri müayinə edirik, onları diaqnostik edərək, yəni diaqnozlarının təyin edib tədavisinə, müalicəsinə başlayırıq. Bizə daha çox müraciət edən xəstələr mexaniki bel ağrıları olur. Yəni burada nələrdir? Əzələ spazmları, gərginlikləri, faset oynaq degenerativ xəstəlikləri, disk protuziya və yırtıqları, yenə skolyoz, lordoz və duruş pozğunluqları şəklində bizə müraciət edə bilirlər. Degenerativ səbəblərdən osteoartrit, spondiloz, degenerativ disk xəstəlikləri şəklində qarşımıza çıxır və eyni zamanda autoimmun iltihab, revmatizmal xəstəliklər də bel ağrıları, bel şikayətlərinə səbəb ola bilir. Bunlar ankilozan spondilit, spondilartropatiyalar, psoriatik artrit və reaktiv artrit şəklində qarşımıza çıxa bilir. Xəstələrdə eyni zamanda psixosomatik, neuropatik və travmadan sonra da yenə bel ağrıları şikayətləri ola bilir. Bel ağrılarının, onurğanın bel bölgəsinin, yəni patologiyalarında, yəni risk faktorları nələrdir? Daha çox 30-55 yaş arası və kişi cinsiyyət, obez, yəni piylənmə diaqnozu alan pasientlərdə, eyni zamanda oturaq şəraiti, iş şəraiti olan, ağır fiziki işlə məşğul olan, uyğun olmayan iş şəraitində çalışan insanlarda tez-tez görülür və yenə yuxu pozğunluğu, stres və siqaretin istifadəsi də bel ağrılarına, onurğanın bel problemlərinə səbəb ola bilir. Biz bir həkim olaraq, yəni gəldi xəstəmiz, biz bel ağrısı ilə şikayətlərini dinlədikdən sonra təbii ki, onu ayrıntılı klinik anamnezini alıb fiziki müayinəmizi edirik. Fiziki müayinədə xəstənin inspeksiyası, palpasiyası, hərəkətlərinin dəyərləndirilməsini etdikdən sonra ehtiyaca görə təbii ki, instrumental diaqnostik metodlara və yaxud da ki, elektrofiziolojik çalışmalar və laboratuvar testlərlə də diaqnozumuzu qoyub, təsdiq edib və burada bəzi nüansları da nəzərə alaraq təbii ki, yəni məsələn, bel ağrılarında bizim qırmızı bayraqlar dediyimiz vəziyyətlər var. Bunlar xəstələrdə açıqlana bilməyən kilo itirmə, kanser hekayəsi, gecə ağrısının olması, 50 yaşın üzərində olma, travma və temperaturun artışı, yəhər tərzində hissiyat itirmə, sidyə çıxmada çətinlik, nevrolojik defisitin olması və sistemik kortikosteroid qəbulu bizdə qırmızı bayraq, yəni bizdə bir diqqətimizi artıracaq bir, belə deyək, özəlliklərdir. Bunları çox diqqətli şəkildə nəzərdə tutmamız lazım. Və ayrıcı diaqnostika ilə mexanik, inflamatuar, metabolik, neoplastik deyəlim, hər hansı bir diaqnoz tanı aldıqdan sonra biz daha çox mexaniki bel problemləri ilə məşğul oluruq. Burada dediyimiz kimi lombar spondiloz, disk herniləri, degenerativ disk xəstəlikləri, spinal stenoz, travmalar və s. yəni bu şəkildə.
Və burada müalicə metodlarımızı təbii ki, imkanlarımıza görə, xəstəxana imkanlarına görə və yaxud da ümumi, yəni protokollara görə yəni müalicəmizi başlayırıq. Yəni, pasientlərə peroral, parenteral, qeyri-steroid, iltihab əleyhinə preparatlar, miyorelaksantlar istifadə edirik. Bu aktiv, akut, yəni kəskin mərhələlərdə. Fizioterapiya metodları, yəni biz təsdiq olunmuş tibbə görə müəyyən fizioterapevtik müalicələr, yəni ultrasəs, lazer, elektroterapiya kimi üsullardan istifadə edirik. Xəstələrə uyğun zamanda, uyğun bir şəkildə, yəni həkimin tövsiyəsi ilə və yaxud da fizioterapistlərin də yəni eyni zamanda iştirakı ilə həkim tövsiyəsindən sonra idman məşqləri verilir, müəyyən manipulyasiyalar və yaxud da ki, xəstələrdə çox ciddi ağrılar zamanı yenə burada körləmə və yaxud da ki, müxtəlif görüntüləmə üsulları ilə inyeksiyalar, steroid inyeksiyaları daha çox istifadə edə bilir və son zamanlar yenə kollagen istifadə edilə bilir və mən də artıq yəni belə deyə də yəni istifadə etməyə başlamışam. Onunla bağlı bir neçə slaydlarda da məlumat verəcəm. Kollagen nədir? Kollagen insan orqanizmində görülən ən çox olan struktural zülaldır. Dəridə, sümükdə, qığırdaqda, oynaqlarda, yəni qığırdaq toxumalarında əsas komponentdir. Elastikliyə, dayanıqlığa yəni lazım olan önəmli vacib bir belə deyək proteindir. Rolu nədir? Yəni bel sağlamlığında göründüyü kimi disklərin elastikliğini qoruyur, qığırdaqları möhkəmləndirir, bağ və əzələləri dəstəkləyir, bel ağrılarının azalmasına kömək edə bilir. Bunları hardan da belə deyək, nəticəyə gəlmək olar. Bunun üçün klinik çalışmalar var. Mən bel ağrıları və kollagen deyə axtardığımda bir neçə çalışma qarşıma çıxdı və bunlar ümumi, yəni belə deyəm, həm oynaq sistemində, bel ağrılarında müxtəlif şəkildə axtarışlar verib araşdırmağa və diqqətinizə çatdırmağa səy göstərdim. Bir dənə çalışma, bu bir meta-analizdir. Bu meta-analiz 2000-2024-cü illərdə araşdırılmış çalışmaları ələ alıb, 6042 çalışmanın süzülərək 36 çalışma üzərində dayanılıb. Burada əsasən kollagenin peroral qəbulu, tip 1 kollagenin hidrolizə formasının peroral qəbulu sümüklərə, oynaq sisteminə və əzələlərə təsiri, yəni belə deyək, araşdırılıb. Burada çalışmanın, bu 36 çalışmadan hamısı randomize kontrollü çalışma olub, daha çox, hamısı plasebo kontrollü olub və belə deyək, müxtəlif bu preklinik çalışmalar, eksperimental çalışmalar, kollagenin başqa formasında olan istifadələri bu kriterlərə uyğun olmadığına görə meta-analizdən çıxardılıb. Və belə bir nəticəyə gəlinib ki, bu meta-analizin nəticə və tövsiyələri nələrdir? Oral kollagen qəbulu sonrası ağrılarda azalma müşahidə olunub. Bu dayaq hərəkət sistemi, yəni ağrılarına azaldı. Burada, yəni bu çalışmada sadəcə dayaq hərəkət sisteminə aid olan, yəni məlumatlar əldə olunub və bu kosmetik məqsədlər üçün falan istifadə olunan çalışmalar hamısı çıxarılıb. Oynaqlarda hərəkət məhdudluğunun azaldığı görülüb, iltihab markerlərinin və nəticədə də iltihabın azalması müşahidə olunub. Meta-analizin nəticəsinə görə sümüklər üzərində müsbət təsiri qeydə alınıb. Burada sümüklərdə alkalin fosfataz, GTX, PNP, yəni bu kimi belə deyək, sümük markerlarına baxılıb və onların nəticələri dəyərləndirir və bir neçə çalışmada da sümük densitometriyasına baxılıb. Əsasən sümük densitometriyasında müsbət nəticələr, yəni görsənib sümük üzərinə. Kollagen istifadəsinin oynaqlar üzərində isə təsiri ağrı skalaları, burada VAS, VOMAC, KOS kimi skalalar dəyərləndirərək oynaq hərəkət açıqlığında həm hərəkətin müsbət təsiri, həm də bu qeyd olunan dəyərlərdə anlamlı şəkildə azalmalar müşahidə olunub və eyni zamanda da yəni əzələ gücünə də müsbət təsir etdiyi və təbii ki, burada əzələ gücü sadəcə kollagen istifadəsi ilə deyil, bu orada olan çalışmalarda eyni zamanda pasientlərə idman məşqləri, yəni 14-15 həftəlik idman məşqləri uygulanır və bu idman məşqləri sonucunda da nəticədə yəni əzələ üzərində müsbət təsiri qeyd olunub.
İkinci bir çalışma diqqətimi çəkdi. Bu çalışma kolajenin, tip 1 kolajenin mezoterapisi, yəni bel nahiyəsinə qarşılaşdırmalı olaraq lignokainlə kolajenin injeksiyonu, yəni injeksiyası araşdırılıb. Bu çalışmada 24-81 yaş aralığında 130 xəstə çalışmaya alınıb. 65 xəstəyə kolajen tip 1, 65 xəstəyə isə 1% lignokain inyeksiya olunub. İnyeksiya dediyim kimi mezoterapiya və orada lomber, həm spinoz çıxıntılara, paravertebral, yəni uygulama yerləri də belirlənərək tətbiq olunub. Xəstələr 5 həftə üzərində uygulamalar tətbiq olunub və burada radikulyar ağrısı olan, əzələ gücsüzlüyü olan, stenoz, alerji məsələn olan xəstələr bu şeydən çıxarılıb. Yəni belə deyək, o əlamətləri olanlar çalışmaya daxil olunmayıb. Və yenə eyni zamanda spondilodistit, revmatoloji xəstəliyi olan, bel cərrahisi keçilən pasiyentlər də bu çalışmada belə deyək, yer almayıb. Və xəstələrdə Lightning, VAS və bel ağrısı əlillik şkalası araşdırılıb. Burada kolajen və lignokain istifadə edən 44 qadın, məsələn kolajen, 39 qadın lignokain pasiyent və 21 kişi xəstəyə 21 kişi xəstəyə kolajen və eyni zamanda 26 kişi xəstəyə lignokain uygulanıb. Nəticədə araşdırmanın nəticəsində VAS dəyərləri, Lightning dəyərləri və bel ağrısı şiddəti, əlillik dərəcəsi skalasını dəyərləndirilib və kolajen uygulanan pasiyentlərdə, yəni uzun müddət, yəni belə deyək də, uzun dönəm takiblərdə daha effektiv olduğu, yəni nəticəsinə gəlinib. Başqa bir çalışma da gördüm yəni internetdə gəzinirkən. Burada çalışmada maraqlı idi, həqiqətən də kolajen necə istifadə oluna bilər. Kolajeni 30 xəstəyə, düzdür, kiçik bir çalışmada, ancaq burada pasiyentlərə 3 şəkildə kolajen istifadə olunub. 30 pasiyentdən 10-una mezoterapiya şəklində, 10-una periradikulyar, 10-una isə 10 xəstəyə isə epidural uygulama olub və burada da pasiyentlərdə yəni şikayətlər, nəticələr bir-birindən fərqli olmayıb. Yəni nəticələri eyni olub. Və bir neçə başqa klinik çalışmalar da var və bu çalışmaların da yəni baxıla bilir. Bunların da hamısında, bir neçəsində yəni mən bura qeyd etdim. Bunlarda da kolajenin ağrı üzərinə, oynaq hərəkətli açıqlığı üzərinə və xəstələrin həyat konforuna müsbət şəkildə təsir etdiyinə dair bilgilər var. Mən özüm son 1-2 ayda istifadə etdiyim pasiyentlərlə bağlı müşahidələrimi də bildirmək istəyirəm. Bir pasiyent mənə bir neçə ay qabaq neyrocərrah tərəfindən yönləndirilmişdi bu pasiyent. 41 yaşında qadın xəstə idi, şiddətli ağrısı var idi. Əslində neyrocərraha gələndə, neyrocərrah ona steroid və başqa inyeksiyon forma dərman preparatları təyin etdikdən bir neçə gün sonra mənə gəlmişdi. VAS-ı mənə müraciət etdiyində 7 idi, gecə ağrısı yox idi, səhər tutulması yox idi. Beldə əzələ spazmları və həssaslığı var idi və lasik testi pozitiv idi. Pasiyentə biz 15 seans fizioterapiya, yəni 2 həftə fizioterapiya uyğuladıq və bu fizioterapiya gəldiyi müddətcədə 6 seans, yəni gün aşırı belinə Medeguna, lomber, Medeguna tissue, yəni preparatı istifadə etdik və bu pasiyent fizioterapiya və inyeksiyalardan sonra ağrılarının azaldığını və daha rahat, belə deyək, ev xanımı idi, ev işlərini daha rahat gördüyünü bildirdi və son 10 gün öncə mənə yenə kontrola gəlmişdi və demək olar ki, ağrısının çox nadirən ayaqda çox qaldığında və yaxud da ki, minimal şəkildə hiss etdiyini dedi və çox məmnun idi əslində. Və ikinci bir pasiyent də 55 yaşında 3-4 ildir olan ağrı şikayəti ilə müraciət etmişdi. Son bir aydır ağrıları artıb. Bu xronik bir xəstə, bir neçə dəfə bizdə seanslarda olmuşdu. Buna daha öncə sadəcə fizioterapiya uygulamışdımsa, bu səfər fizioterapiya və yanaşı olaraq bel bölgəsinə Guna uygulaması da tətbiq etdim. Pasiyent
Pasiyentdə müayinədə beldə ağrı, spazm həssaslığı var idi. Daha çox degenerativ bir belə deyə degenerativ bir disk xəstəliyi diaqnozu ilə, yəni burada müalicəmizi yerinə yetirdik və ən son seanslardan sonra yenə eyni şəkildə bir 10 seans fizioterapiya, 6 seans lomber bölgəyə buna mezoterapiyası uyguladım. Və 10 gün öncə ən son gördüyümdə, yəni VAS dəyərləri ciddi şəkildə azalmış və ağrıların azaldığını söylüyordu və sadəcə hal-hazırda bir boyun ağrısı şikayəti var. Yəni onun üçün yenidən bir müalicə tətbiq etməyi düşünürəm. Kollageni biz dərman preparatlar və ya inyeksiyon formadan başqa yenə məsələn qida vasitəsilə ala bilərik. Eyni zamanda bəzi vitaminlər və əlavələrlə də, yəni kollagen sintezini artırmış ola bilərik. Biz bilirik ki, bel ağrısı geniş yayılmış bir problemdir. Kollagen onun profilaktika və müalicəsində mühüm rol oynaya bilər. Lakin bu çalışmalarda bir çoxunda da yenə bildirildiyinə görə kollagenin istifadəsinin araşdırılması tövsiyə olunur. Sağlam qidalanma, fiziki aktivlik və kollagen düşünürəm ki, güclü bel sağlamlığı verə bilər. Təşəkkür edirəm hamınıza diqqətiniz üçün. Doktorumuz 5 dəqiqə tez bitirdiniz, ona görə suallar ala bilərik. Suallar olanlar, düşünürəm ki, hər kəsə maraqlı olmalıdır bu mövzu və mən həkim olaraq özüm də çox sevinirəm ki, ölkəmizdə artıq aqressiv terapiyadan biz yavaş-yavaş uzaqlaşırıq. Yəni fizioterapevtlər də, yəni bu steroid müalicələri, qeyri-steroid müalicələr bilir ki, bunlar orqanizmə zərərlidir və bu cür biotənzimləyici və kollagen müalicələrinə keçid alırlar. Hələ yəni kök hüceyrə terapiyaları da ola bilir, yəni onlar da ölkəmizdə çox aktiv olmasa da. Və istərdik sualı olan varsa ünvanlasın. Çox sağ olun dəyərli məlumatlara görə. Mən bir şey maraqlandırır ki, bu fizioterapiyanı əvvəl eləmək lazımdır, yoxsa fizioterapiya ilə eyni vaxtda bu iynələri vurmaq lazımdır? Burada ikisində də istifadə edəndə zələ dəyişmələr olur, müəyyən dərəcədə kəskinləşmə olur, ağrılar artıb azala bilər. Bunu eyni zamanda eləyək, yoxsa əvvəlcə fizioterapiya, əvvəl kollagen, sonra fizioterapiya? Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Mən əslində öz təcrübəmi dedim, mən fizioterapiya ilə eyni zamanda uyguladım. Yəni uygulamada bu iki xəstə olması, yəni sunulan iki xəstədə, amma bir xeyli xəstədə istifadə etmişəm. Yəni mən fizioterapiya ilə bərabər istifadə edirəm. Ancaq onu araşdırmaq əslində bəlkə də olar. Çalışmalara zada varmı ki belə, yəni fizioterapiyanı əvvəl, sonra kollagen istifadəsi və yaxud da ki bunu bioloji təbabətin daha çox kollagen istifadə edən həkimlərindən də soruşula bilər. Ancaq mən öz təcrübəmdə, yəni pasiyentlərdə hər hansı bir narahatçılıq olmadığını görürəm. Buna dair bir protokol varmı bilmirəm. Yəni varsa həkim bioloji təbabətdə istifadə edən həkim yoldaşlar, yəni elə bir şey, yəni katkıda buluna bilərlər. Əslində bir yerdə istifadə eləməyimiz daha effektlidir, amma burada yenə də individuallıq təşkil eləyir. Əgər oynaqda hər hansı bir artrozla yanaşı iltihabi proses varsa, öncə fizioterapiya ilə həmin iltihabı aradan götürüb, sonra kollageni uygulasaq, istifadə eləsək daha effektli olar. Amma əgər belə bir problemimiz yoxdursa, tək artroz müalicə ediriksə, o zaman fizioterapiya ilə birlikdə daha effektlidir. Bir də bir şey də var doktor, yəni əgər pasiyent bizə fizioterapiya gəlirsə, o 2 həftə gəlir, gedir, onu sonra da qulna inyeksiyalarına çağırmaq üçün daha çox Bəli, onu nəzərə o xəstə də yorucudur. Gələ bilməyəcək. Ona görə mən tamamilə razıyam. Ona görə 10-15 seansda gün aşırı uygulamalar. Bəli, tamamilə razıyam. Yəni pasiyentlərə daha yorucu olmasın deyə bir yerdə başlamağımız daha effektlidir. Salam, hamınızı salamlayıram. Çox gözəl məsləhətlər verirsiniz. Amma mən sizin hamınızdan yaşlı həkim olduğuma görə mən öyrənmişəm ki, fizioterapevti kabinetə xəstəni göndərəndə bir revmatoloqam. Sır-reaktivni zülal indi, amma əvvəllər eritratitın çökmə sürətini yoxlayıb. Əgər o aşağıdırsa göndərə bilərik. Əgər iltihab varsa biz onu necə artriti göndərə bilərik fizioterapi? Bəlkə indi dəyişilib hər şey. Ona görə ona izahat verin, zəhmət olmasın.
Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm sualınıza görə. Yəni əslində biz həkim fizioterapevtlər bel ağrısı şikayəti ilə başvuran xəstə, hər hansı bir ağrı ilə başvuran xəstəyə diaqnoz qoyuruq. Diaqnozumuzu müxtəlif belə deyək, gərəkirsə instrumental və laboratuar testlərlə təsdiqləyirik. Və diaqnozumuzdan sonra iltihabi bir revmatizmal bir problem, akut şəkildə, yəni kəskin bir devirdə olmayan bir belə deyək, xəstəliyə diaqnoz qoymuşuqsa, yəni müalicəmizi ona görə verə bilirik. Ancaq yəni xəstənin bir iltihabi revmatizmal bir xəstəliyi yoxdursa və yaxud da ki, inflamatuar bir ağrı tərif etmirsə, o zaman yəni belə hər xəstəyə qan analizlərində, yəni eritrosillərin kökmə sürəti, GRP istəməyə bilmirəm, mən yəni gərək yoxdur deyə düşünürəm. Yox, elə bir şübhəmiz varsa, məsələn gecə ağrısı, kilo itirilməsi, səhər tutuqluğu, oynaqlarda tutuqluq, oynaqlarda şişlik, digər oynaqlarda şikayətlər, o zaman iltihabi xəstəliklər açısından araşdırıb, ona görə təbii ki, yəni müalicəmizi tətbiq edirik.